Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, iman odur ki, Allaha inanmaq və onun mələklərinə, kitablarına və elçilərinə, axirət gününə və sonda isə qədərin xeyrinə və şərinə inanmaq, iman gətirmək. Həmçə Allah subhanahu wa ta'ala digər ayədə buyurur ki, İnnə kullə şeyin xaləqnahu bi qədər. Həqiqətən biz hər şeyi qədərincə yaratdıq. Və qədərdən murad, qədər sözündən murad, yəni Allah subhanahu wa ta'ala hər bir şey icad etməmişdən əvvəl Allahın elminin əzəli olması və həmçinin Allahın iradəsinin əzəli olmasıdır. Yəni, yer üzərində, kainatda nə baş verirsə, Allah subhanahu wa ta'ala o şeylər baş verməmişdən qabaq onları bilirdi və baş verən şeylər Allahın elmi və qədəri ilə baş vermişdir və iradəsi ilə baş vermişdir. Əhl-i sünnənin yəni məzhəbinə görə, əhl-i sünnənin mənhəzinə görə yəni qəza və qədərə iman gətirmək, qəza və qədər məsələsi özündə 4 dərəcəni əhatə edir. Onlardan birincisi Allah subhanahu wa ta'alanın, necə ki az öncə dedik, elminin əzəli olması və baş verən yəni qulların etdiyi hər bir feilləri Allah subhanahu wa ta'alanın əzəldən bilməsi. Bu da Allahın elminin əzəli olmasını göstərir. Və ikinci isə Allah subhanahu wa ta'ala yəni baş verən hər bir şeyi lövh-ül məhvuzda yazmışdır. Yəni Allahın yazdığına inanmaq, iman gətirmək və bu ikisinə dəlil olaraq Allah subhanahu wa ta'ala buyurur ki, Ələm tə'ələm ənəllaha ya'ləm mə fis-səmə vəl-ard, İnnə zəlikə fi kitab, innə zəlikə aləllahi yəsir. Allah subhanahu wa ta'ala buyurur ki, məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir. Həqiqətən bu lövh-ül məhvuzda mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır. Və üçüncü dərəcə isə Allah subhanahu wa ta'alanın istəyi. Allah subhanahu hər bir şey baş verirsə, Allah subhanahu wa ta'alanın istəyi ilədir və onun gücü ilədir. Və dördüncü isə Allah subhanahu wa ta'ala hər bir şeyi yaradıb və yəni hər bir şey yaradılan Allah subhanahu wa ta'ala hər bir şeyi yaradıb, insanları yaradıb, hətta onların feillərini də belə. Və Allah subhanahu wa ta'alanın istəyinə, Allah subhanahu wa ta'alanın istəyinə aid dəlillərdən biri isə necə ki Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Allah subhanahu wa ta'ala buyurur, alemlərin Rəbbi Allah istəməyincə siz istəyə bilməzsiniz. Həmsə Allah subhanahu wa ta'ala digər ayədə buyurur ki, İnnə Allaha yef'al mə yurid. Allah istədiyini edir. Və dördüncü mərtəbə dedi ki, Allah hər bir şey yaradıb, xəlq eləyib. Allah subhanahu wa ta'ala buyurur ki, Allahu xaliqu kulli şey. Həqiqətən Allah hər şeyin xaliqidir. Və növbəti ayədə isə buyurur ki, və huvə xallaqul alim. Allah həqiqətən yaradandır və Allah həqiqətən biləndir. Və qədər məsələsində biz bilməliyik ki, Allah subhanahu wa ta'ala yəni ilk əvvəl yaradılışdan qiyamətin sonuna qədər hər bir şeyi lövh-ül məhvuzda yazıb. Və necə ki Allah Resulü Ubəd ibn Samih radiyallahu anhu deyir ki, mən eşitdim ki Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Allah subhanahu wa ta'ala birinci qələmi yaratdı və qələmə dedi ki, yaz. Qələm dedi, nə yazdım? Allah subhanahu wa ta'ala ona buyurdu ki, qiyamət qopana qədər hər şeyin qədərini yaz. Yəni bu nədir? Yəni bütün məxluqatlara aid olan qədərdir. Allah subhanahu wa ta'ala hər bir şeyi əvvəl mərhələsindən və qiyamət qopana qədər yazıb. Və sonra isə təbii ki, qədərin də, yəni bu həmən qədərin altında onun da növləri var. Onlardan birinci növ odur ki, insanın ömürlük qədəri. Necə ki İbn Məsud radiyallahu anhudan gələn hədisdə keçir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizlərdən hər kəs anasının bətnində xəlq edilərkən ilk 40 gün ərzinin tüfə halında və sonra ikinci 40 gündə laxta, qan laxtası və sonra üçüncü 40 günlükdə isə ət parçası olur. Və sonra Allah subhanahu wa ta'ala ona bir mələk göndərir. Bu mələyə 4 şey yazmağı əmr edir.
və bu 4 şeydə onun əməli və ruzisi, əcəli, bədbəxt və xoşbəxt olacağını yazır və sonra isə ona ruh üfürülür. İkinci isə yəni ömürlük qədərdən sonraki isə ikinci qədər isə illik qədərdir, hansı ki o qədr gecəsində baş verir. Necə ki Allah Subhanahu wa ta'ala buyurur ki fiyhə yufraqu kullu əmrin həkim. Allah Subhanahu wa ta'ala buyurur ki hər bir hikmətli iş o gecədə ayırd edilir. Üçüncü isə günlük qədərdir ki yəni gündəlik həyatımızda baş verən hadisələr, yəni hər hansısa bir kəsin dünyaya gəlməsi, ölməsi və s. və axır. Bunlar günlük qədərlər. Necə ki Allah Subhanahu wa ta'ala özü haqqında buyurur ki kullə yevmun fi şən. Həqiqətən o yəni hər gün bir işdədir. Ona görə müsəlmana vacibdir ki qədərin yəni ümumi gələn qədərə və həmçinin bu qeyd etdiyimiz təfsilatlara da iman gətirsin. Və kim əgər bunlardan birini inkar eləyərsə, o qədərə iman gətirmiş sayılmaz. Və kim əgər bunlardan birini inkar eləyərsə, təbii ki, imanın rükunlarından birini inkar etmiş olar. Və təbii ki, bu məsələdə də bir çox bidət əhli azmışdır. Onlardan yəni qədəriyyələrin həddini aşmışlar var ki, onlar deyirlər ki, Allah Subhanahu wa ta'alanın kitabını, yəni Lövhül Məhfuzda yazdığını inkar edirlər və həmçinin Allahın elmini inkar edirlər. Onlar deyirlər ki, Allah Subhanahu wa ta'ala kimlərin ona itaət edəcəyini və kimlərin ona asi olacağını bilmir. Və bu da təbii ki, Allah qorusun həddi aşmaqdır və bu tayfa da yəni çoxsu məhv olub, ola bilsin ki, yəni çox cüzi bir hissəsi qalıb. Və ikinci növ isə qədər məsələsində azanlardan isə deyirlər ki, o kəslər ki, yəni hər bir insanın müstəqil, yəni hər bir insan özü üçün müstəqil feillər yaradır və Allah bu feilləri onlar üçün yaratmayıb və bu da təbii ki, Mü'təzilə əqidəsidir və onlara müqabildə isə həddi aşanlar isə Cəbriyyələrdir. Onlar deyir ki, insan bir feili etməyə məcbur idi. Orada Allahın belə deyək də, yəni istəyi və iradəsi yox idi. Lakin Allah Subhanahu wa ta'ala bu iki tayfaya öz kitabında rədd edərək buyurur ki وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Allah istəmədikcə siz istəyə bilməzsiniz. Və ayə təbii ki, bu iki tayfaya, iki bidət tayfasına rəddir. Allah Subhanahu wa ta'ala buyurur ki, həqiqətən də Allah qula, yəni qulun da istəyini öz ayəsində isbat edir, sübut edir və həmçinin özünün istəyini də. Və həmçinin də bu da nəyə göstərir? İnsanın məcbur olmaması, insanın da istəyi var, insanın da iradəsi var. Lakin bu istək və iradə Allah Subhanahu wa ta'ala istəyi və iradəsi ilə bağlıdır. Və sonra isə, növbəti tayfaya isə rədd isə Allah Subhanahu wa ta'ala onlar dedik ki, onlar deyirlər ki, hər bir kəs özü üçün müstəqil bir feil yaradır və istədiyi kimi hərəkət eləyir. Təbii ki, bu da batildir. Biz deyik ki, hər bir şey Allah Subhanahu wa ta'alanın istəyi ilə bağlıdır və Əhl-i-Sünnə vəl-Cəmaət da buraya üzərindədir ki, əgər Allah Subhanahu wa ta'ala bir şey istəməsə, o şey olmaz. Əgər istəyərsə, o şey baş verməsə labüddür. Və sələflərdən varid olub ki, onlar deyir ki, Əhl-i-Sünnə vəl-Cəmaətin sələflərin mövqeyi odur ki, Allah Subhanahu wa ta'ala insan üçün iradə və feillər və insanın özü üçün bir iradə və feil, Allah ona iradə, istək və feil verir. Necə ki Allah Subhanahu wa ta'ala buyurur ki, əgər Allah istəməsə وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ. Əgər Allah istəməsə siz istəyə bilməzsiniz. Bu da onu göstərir ki, qulun istəyi Allah Subhanahu wa ta'ala istəyi ilə bağlıdır. Və buna görə də insan baxsın, ağıl sahibi baxsın necə hərəkət edir və düşünsün ki, onun da öz ixtiyarı var, öz seçimi var və imanın, qəza və qədərə imanın səmərələrindən, faydalarından isə təbii ki, keçən dərs danışdıq, səbr barəsində danışdıq
və növbəti səmərələrdən biri isə insanın qəlbinin rahat olması, insanın hüzünlənməməsi, kədərlənməməsi və həyat ona nə qədər çətin gəlsə də belə bilir ki, onun başına gələn hər bir müsibət onun qədərində yazılıb və o bunu heç vaxt dəf edə bilməz. Və insan yəni bununla birlikdə dedik ki, başdan gələn müsibətlərə səbr eləyir, ağırlı, azlı, yəni bu şeylərə səbr eləyir və səbr edərək Allahın razılığını qazanır və həmçinin görür ki, bəzi insanlar qəza və qədər məsələsində zəif olan insanlar görür ki, öz nəfslərini intihar edirlər, özlərini öldürürlər. Təbii ki, bu da yəni qəza və qədərə imanın zəifliyindəndir. Ona görə yəni müsəlman başına müsibət gəldiyi zaman səbr eləməlidir. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, "Mə asabə min musibətin fil ardı və la fi anfusikum illə fi kitab min qabl an nabra'aha inna zalika alallahi yesir likay la ta'sau ala ma fatakum və la tafrahu bima ataakum vallahu la yuhibbu kulla muxtalin fakhur." Allah Subhanahu wa Ta'ala buyurur ki, yer üzərinə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, Allah üçün bu çox asandır. Və sonrası Allah Subhanahu wa Ta'ala buyurur, Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz. Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razı olanı və özünü öyəni sevmir. Bu ayə göstərir ki, insanın başına gələn yəni müsibətlər, başına gələn ağrılar, acılar yəni onun qədərində yazılıb və baş verməsi labüddür. Nə qədər insan bunları dəf etməyə çalışsa da belə. Ekrəm Rahimullah buyurur ki, yəni insan heç vaxtı yəni iki şeyin arasında olmalı deyil, fərəh və hüzünün arasında olmalı deyil. İnsan fərəhləndiyi zaman şükr etməli, fərəhin qarşılığını verməli və ona hüzün gəldiyi zaman, ağrı acı gəldiyi zaman isə buna səbr etməlidir. Və həmçinin qəza və qədərə iman gətirmək bizə onu göstərmir ki, insan səbəbləri tərk eləsin, insan səbəblərindən yapışmasın. Xeyr, əksinə insan səbəblərdən tutmalı və insan tənbəllik etməməli və bilməlidir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, və bizlərə xitab edərək buyurur ki, sənə fayda verən şeyə həris ol, Allahdan kömək istə və acizlik göstərmə. Bu da onu göstərir ki, insan yəni aciz olmamalı, Allahdan kömək istəməli və səbəblərdən yapışmalı və əgər insanın başına bir müsibət gələrsə deməsin ki, kaş ki belə etsəydim belə olardı, kaş ki belə etsəydim belə olardı. Lakin desin ki, Allahın qədəri idi və Allahın istədiyi də oldu. Həqiqətən də kaş ki kəlməsi şeytana qapı açan kəlmələrdəndir. Və insan bilsin ki, həqiqətən də ona baş verən müsibətlər öz etdiyi əməllərin ucbatındandır, öz etdiyi günahlardandır. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, وَمَا أَصَابَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُم Həqiqətən də sizə baş verən yəni hər bir müsibət öz etdiyiniz əməllərinizin ucbatındandır. Və qəza və qədərə imanın səmərələrindən biri insan yəni insana hər hansısa bir müsibətlər gəldiyi zaman bunların qarşısında yəni sınmır, möhkəm olur, səbr eləyir. Bilir ki, həqiqətən də bu dünya imtihan dünyasıdır, sınaq dünyasıdır. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, "Əlləzi xalaqal mautu vel hayati liyabluwakum ayyukum ahsanu amala." Allah Subhanahu wa Ta'ala buyurur ki, əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan odur, Allahdır. Və baxın, Allah Resulü sallallahu aleyhi və səlləmin başına da müsibətlər gəlirdi. Lakin onlar bu müsibətlərin qarşısında əzmlə dururdular. Hətta bu müsibətləri aşırdılar və sonunda uğur əldə edirdilər, nizat qazanırdılar. Və bu da təbii ki, onların qəza və qədər imanlarından idi. Allah Subhanahu wa Ta'ala buyurur ki,
قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَا هُوَ مَوْلَانَا وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ. Allah Subhanahu wa Ta'ala buyurur ki, de, Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gələ bilməz. O bizim himayədarımızdır. Qoy müminlər yalnız Allaha təvəkkül etsinlər. Və qəza və qədərə imanın növbəti səmərələrindən biri isə insan bilsin ki, onun başına müsibət gəlirsə, o buna görə səbr etsə, o buna görə əcr qazanır. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, mə asabə min musibətin illə bi-idnillah və mən yu'min billahi yehdi qalbəh vallahu bi kulli şeyin alim. Allah Subhanahu wa Ta'ala buyurur, Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirərsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şey bilir. Və Alqamə rahimehullah buyurur ki, insanın başına müsibət gəlir və insan buna görə razı olur və Rəbbi qarşısına təslim olur və sakitləşir bu müsibət gəldiyi zaman. Bilir ki, həqiqətən də bu Allahın, yəni ona yazdığı qədərdəndir və buna görə səbr edir və mükafatını Allahdan gözləyir və Allah da onun qəlbini hidayətə yönəldir və Allah onun qəlbini yəqinliklə və sadiqliklə doldurur.